Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. May ayıdır, qızılgülün mövsümüdür. Odur ki, mən qızılgül mürəbbəsi hazırlamışam. Buradan mənim köhnə qonşum olan Hənifə xanıma çox-çox təşəkkürlərimi bildirirəm. Həmişə olduğu kimi bu dəfə də bağından gül yığıb, qızılgül bizim üçün göndərib və mən də qərar verdim ki, mürəbbə hazırlayım, lentə alım, sizlərlə bölüşüm ki, necə hazırlayıram qızılgül mürəbbəsini. Əvvəlcə gülün ləçəklərini burada təmizləyirəm. Düzdür, qızılgül bizdə çox göndərmişdi. Hardasa yəni 1 kiloqram idi. Amma mən bunun təmizləyib, təmizləmişini çəkib 250 qramını lentə alıb sizlərə göstərmək istəyirəm. Yəni əvvəlcədən qeyd edeyim ki, ümumiyyətlə bütün mürəbbələrə hansı ki mürəbbə hazırlayanda mən birdən-birə 5 kilo, 3 kilo, 4 kilo, 5 kilo belə qaba əlavə edib hazırlamıram. Ən çox hazırladığım hissələrə bölürəm. Yəni meyvə də olsa 3 kiloqramdan artıq mən bişirmirəm də bir dəfəyə mürəbbəni. 5 kilo da olsa 2 dəfəyə bişirirəm rənginin gözəl olmasına görə. Gülün ləçəklərini burada gördüyünüz kimi qayçı ilə uc tərəflərindən biraz ağlarından kəsdim. Hansını imkan oldu kəsməyə kəsdim. Hansı ləçəklər isə açıq idi, problem deyil. Elə həmən formada da bişirirəm. Yəni heç bir azlığı zadı olmur. İndi bacardığım qədər ağ hissələrindən kəsdim. Amma hansı ləçəklər yenə deyirəm açıq idi, o hissələri elə belə də saxladım. Yaxşı yudum, yuyandan sonra suyu çəkilir və burada 250 qram mənim gül ləçəyim var. Ona görə 2 litr yarım bura su əlavə edirəm qaba və həmən də şəkər tozunu 2 kiloqram yarım şəkər tozunu da əlavə edib qoyuram qazın üzərinə. Heç qaynamadan gülün ləçəklərini də əlavə edirəm bu qaba. Baxın əziz xanımlar, hər dəfə mən gül variniyası mürəbbəsi bişirəndə mən əvvəl gülün ləçəklərini qaynadırdım. Yəni əslində olduğu kimi qaynadıb sudan çıxarıb ondan sonra onun suyunda şəkər tozu əlavə edib daha sonra yenidən qaynamış ləçəkləri əlavə edirdim həmən suya. Amma bu dəfə bu formada hazırladım. Yəni heç demək olar ki, belə əziyyət çəkmək istəmədim də belə deyək. Elə bir dəfəlik ləçəkləri əlavə elədim suyun içərisinə şəkər tozunda və qoydum qaynamağa. Bir dənə onu qeyd edeyim ki, qazın xodunu çox möhkəm vermişəm. Ki gül qaynaya-qaynaya şərbətə də tez düşsün, çox belə rəngi qaralmasın. Biraz qaynadı, rəngi tam dönür, ləçəklərin rəngi tamam dönür. Demək olar belə karitin fason rəngi olur da, çay rəngi belə içdiyimiz çay dəmləyirik, həmən rəng olur bişəndə. Amma axır-axırda hazır olana yaxın mən bura 1-2 çay qaşığı limon duzu tökürəm. Niyə 2 çay qaşığı? Əslində 1 çay qaşığı normalda deyək ki, hər kəs 1 çay qaşığı əlavə edir limon duzu. Mən 2 çay qaşığı ona görə əlavə elədim ki, bizim evdə bu gül mürəbbəsini biraz meyxoş xoşlayırlar. Yəni baxın, siz istəsəniz biraz meyxoş olsun, yəni vişnə variniyası kimi, mürəbbəsi kimi biraz meyxoş olsun. Onda 2 çay qaşığı limon duzu istifadə etmək lazımdır. Yox, normal əgər çox belə turş fason istəmirsinizsə, 1 çay qaşığı buna limon duzu bəs eləyir. Limon duzunu yenə deyirəm, axır-axırda əlavə edirəm və biraz mürəbbə qaynayır. Qaynamasının köpüklənməsindən hiss edirəm ki, o şey hazır olmağa yaxındır və bir qaba əlavə edib mən onun hazır olub olmamasını, yəni mətə düşməsini yoxlayıram. Mən bütün mürəbbələri hazırlayanda başqa formada yox, eynən bax bu formada yoxlayıram şərbəti. Hətta paxlava şərbət hazırlayanda belə bu qaydada yoxlayıram. Yəni qaşıqla yoxlayıram. Axırıncı damcılar əgər ağır-ağır düşürsə qaba, demək ki, şərbətimiz hazırdır. Burada da mürəbbəmiz. Baxın, mürəbbə hazır oldu. Çox gözəl rəngi var. Qatılığı da, kıvamı da tam yerindədir. Yəni qabda yoxlayanda biraz duru kimi görünə bilir, amma mən onun damcılarından hiss edirəm də, yəni hazır olub olmaması. Baxın əziz xanımlar, çox asan formada hazırladım. Yəni heç də ləçəkləri pörtətmədim. Hamısını eyni qaba əlavə elədim, eyni anda bişirdim və çox da gözəl mürəbbə alındı. İnşallah ki, siz də bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.